Məktəbi dostlar, bugün səhifə 15-dən etibarən tapşırıqları izah edəcəm. Yəni tapşırıqlar bizim mətnimizlə əlaqəli olacaq. 7-ci tapşırığa baxaq. Mətndə göy rənglə verilmiş cümlədə hansı söz hərəkət bildirir, hərəkəti icra edəni bildirir, hansı söz üzərində hərəkət icra olunanı bildirir. Aha, gəlin göy rənglə verilmiş cümləyə baxaq. Deyir ki, mübariz avtomatı bərk-bərk sinəsinə sıxdı. Bizdən nə deyirdi? Baxaq bura. Hərəkət nədir? Sıxdı. Hərəkəti icra edən. İcra edən, yəni o işi görən subyekt. Bu işi görən, yəni hərəkəti, avtomatı sıxan kim idi? Mübariz. Deməli, burada hərəkəti icra edən mübarizdir və hərəkəti icra edən də subyekt adlanır. Bəs yəni üzərində hərəkət icra olunan əşya hansı idi? Avtomat. Yəni subyekt, mübariz nəyi sıxmışdı? Avtomatı sıxmışdı və burada üzərində hərəkət icra olunan əşya isə subyektdir. Üzr istəyirəm, obyektdir. Amma onu da nəzərə alın ki, obyekt sadəcə cansız varlıqlar deyil. Canlı varlıqlar da obyekt ola bilər. Deməli, hərəkətin subyekti və obyekti. Hərəkətin adətən subyekti və obyekti olur. Uşaqlar kitab oxuyur. Hərəkət oxuyurdu. Yəni, bu hərəkəti icra eləyən subyekt kimdir? Bunu oxuyan kimdir? Uşaqdır. Burada uşaq subyekt olur. Bəs oxumaq işi nəyin üzərində həyata keçirilir? Kitab üzərində. Deməli, burada obyekt kitab olur. Subyekt hərəkəti icra edəndir. Hərəkət obyekt üzərində icra olunur. Subyektlə obyektin qarşılıqlı münasibətindən asılı olaraq fe'l müxtəlif qrammatik mənalar kəsb edir. Uşaqlar, indi mən bu sonuncu oxuduğum cümləni bir balaca izah etməyə, aydınlaşdırmağa çalışacağım. Burada deyir ki, subyektlə obyektin qarşılıqlı münasibətindən asılı olaraq fe'l müxtəlif qrammatik mənalar kəsb edir. Uşaqlar, mətndə altından xətt çəkilmiş cümlələrdə fe'llər məlum, məhsul, qayıdış və qarşılıq birgəlik növdədir. Gəlin baxaq. Deyir ki, erməni əskərlər təntiyib bir-biri ilə atışırdılar. Bu, qarşılıq birgəlik növdür. Yəni, qarşılıqlı, atışırlar. Atışırdılar, yəni qarşılıqlı sən ona atırsan, onlar da sənə atır. Bu, qarşılıq birgəlik növdədir. Sonra deyir ki, saat 5-də mübariz geri çəkildi. Burada qayıdış növdədir. Yəni, mübariz özü geri çəkildi də saat 5-də. Yəni, subyekt də, obyekt də mübarizin özüdür. Yəni, o hərəkət öz üzərində baş verib. Düşmən onu tələyə salmaq istəyirdi. Burada məlum növdədir. İstəmək, burada subyekt düşməndir və onu da tələyə salmaq istəmələri də obyektdir. Yəni, onu tələyə salmaq istəyirdilər, mübarizi. Amma bu an qəfildən atəş açıldı. Burada isə məhsul növdür, açıldı. Atəşin kim tərəfindən açıldığı məlum deyil. 8-də deyir ki, altına xətt çəkilmiş hansı cümlədə, uşaqlar, mən artıq izah elədim. Hərəkətin subyekti və obyekti məlumdur. Hansı cümlədə hərəkətin subyekti və obyekti məlumdur? Gəlin, qaydaq bir də tapşırığa. Uşaqlar, qarşılıqlı icra olunanı bildik ki, hansıdır o atışırdılar. Subyekt hərəkəti öz üzərində icra edirdi. O deyir, mübariz geri çəkildi. Yəni, hərəkəti subyekt öz üzərində icra elədi.
hərəkətin subyekti məlum deyildi. Hansında məlum deyildi? O deyil, amma bu an qəfildən atəş açıldı. Yəni atəş nə açıldı deyə bilməkdə. Atəş açılmaq uşaq birləşmədir. Onlar birlikdə götürülür. Və burada atəş açıldı, məhsul növdədir. Hərəkətin subyektinin nə deyir burada? Hərəkətin subyekti və obyekti məlumdur. Bəli, deyə burada düşmən onu tələyə salmaq istəyirdi. Burada düşmən subyektdir, onu isə obyektdir. Baxaq 9-a. Nümunəyə uyğun cədvəl qurun və altından xətt çəkilmiş sözləri müvafiq xanalara yazın. Deməli, uşaq biz burada nə edəcəyik? Altından xətt çəkilmiş sözlərin hərəkəti icra edənmi, yoxsa üzərində iş icra olunanmı olduğunu təyin etməliyik. Yəni, bir növ burada birincidə hərəkəti icra edən subyekti və üzərində hərəkət iş icra olunan obyekti təyin etməliyik. Ən uzun velosipedi Belçika mühəndisləri düzəltmişdilər. Burada obyekt hansıdır? Subyekt hansıdır? Belçika mühəndisləri. Uşaqlar, bu düzəltmişdi, yox, bura qədər. Belçika mühəndisləri. Mən indi bura qısa da yazıram, amma siz uzun şəkildə yazarsınız. Bunlar subyekti Belçika mühəndisləri. Üzərində iş icra olunan hərəkət hansıdır? İcra olunan iş... O cümləni qarışdırdım, uşaqlar. Üzərində iş icra olunan əşya hansıdır? Velosiped. Deməli, Belçika mühəndisləri velosipedi düzəldiblər. Gözəllik gözəlliyi cəlb edir. Nə cəlb edən nədir? Yəni, subyekt nədir? Gözəllik. Gözəllik. İndi özünüz yazarsınız uzun şəkildə. Gözəllik nəyi cəlb edir? Yəni, gözəllik nəyin üzərində iş görür? Gözəlliyin üzərində. Gözəlliyi. Yazdım, siz özünüzdə geniş şəkildə yazarsınız. Biz bütün yaya ağacları qulluq etdik. Bəli, burada biz subyekti nəyə qulluq eləmişik? Nəyin üzərində iş aparmışıq? Ağacların. Ağaclar. Suya batan cisim onun bir hissəsini sıxışdırıb çıxardı. Çıxardan nədir? Subyekti, cisimdir. Cisim çıxardıb. Nəyi çıxardıb? Onun bir hissəsini. Onun bir hissəsini. Uşaq, indi siz yazarsınız. Mən burada barmağımdan yazıram. Qələm nəsə işləmir. Ekran qələmi. Əminəm ki, inanıram ki, başa düşdünüz. Uyğunluğu müəyyən edin. Bu məktub 2 il bundan əvvəl yazılıb. 2 il bundan əvvəl yazılıb. Deyək ki, cümlənin mübtədası yoxdur. Və hərəkətin subyekti məlum deyil. Burada uşaqlar subyekt və obyektin qarşılıq münasibətinə görə hərəkətin hansı feilin hansı qrammatik mənası növündə olmasını təyin eləyəcəyik. Baxaq uşaqlar indi. Baxın, birincidə deyir ki, cümlənin mübtədası yoxdur. Baxın, birincidə mübtəda var. Yazılıb. Nə yazılıb? Məktub yazılıb. Ona görə də bu birinciyə aid deyil. Mən düşünürəm ki, buna aid olan B-dir birinciyə. Niyə? Baxın, yazda xətaya yol verilib. Kim tərəfindən xətaya yol verilib bilinmir. Və burada da bir dəqiqə səhv elədim. Bir dəqiqə. Birinci C-yə aiddir, B yox. Və burada da mübtəda yoxdur. Üçüncü getdi, yəni C getdi. Cümlənin mübtədası var, lakin hərəkətin subyekti məlum deyil. Bəli, burada mübtəda var. Mübtəda hansıdır? Məktub. Nə? Məktub. 2 il bundan əvvəl yazılıb. Amma mübtəda olsa da, mübtəda məktubda. Amma kim tərəfindən yazıldığı məlum deyil. Yəni, məktub burada obyekt sayılır.
Məktub, kimsə məktubu yazıb da, amma biz o yazan şəxsi, subyekti bilmirik ki, kim idi. Deməli, bu olur, ikinci olur A. Subyekt hərəkəti öz üzərində icra edir. Yəni, qayıdış növdə olur. İş görənin öz üzərinə qayıdır. Əskərlər irəli atıldılar. Əskərlər öz üzərində, yəni öz özlərinə atılıblar da irəliyə. Kimsə gəlib onları irəli atmayıb ki. Bu da getdi. Subyekt başqasının hərəkəti icra etməyə məcbur edir. Yəni, icbar növdə. Bugün müəllim bizə imla yazdırdı. Yəni, yazdıran müəllimdir. Kimsə bizə məcbur eləyib və biz də o işi görmüşük. Deməli, burada E olacaq. Hərəkət bir neçə subyekt tərəfindən icra olunur. Bu da B-dir. Biz 3 ildir ki, Elxanla yazışırıq, yəni qarşılıqlı şəkildə yazışırıq. Qarşılıq birgəlik növ. Tapşırıq 11-ə baxaq. Sözləri cümlələrdə işlədib dəftərinizə köçürün. Eyni hərəkətdə subyektin dəyişməsinə səbəb olan morfoloji əlaməti müəyyən edib, altından xətt çəkin. Uşaq, mən burada yazdı, yazıldı və yazışdı, yazışırdı şəklində eyni feili işlətdim. Gəlin biz baxaq görək subyektin dəyişməsinə. Lalə məktub yazdı. Məktubu yazan kimdir? Subyekt Lalədir. Səlimə məktub yazıldı. İndi fikir verin, burada subyekt yoxdur. Çünki, baxın, burada məlum növdə idi. Baxın, burada məlum növdə idi. Burada isə məhsul növdədir. Niyə? Çünki Səlimə məktub yazanın kim olduğunu bilmirik. Ona görə də subyekt ikinci cümlədə yoxdur. Əgər feil məhsul növdə olarsa, subyekt məlum olmur. İki dost yazışırdı. Burada yazışırdı qarşılıq növdədir. Yəni, qarşılıqlı yazışırdılar da onlar. Və yazışanlar kim idi? Dostlar idi. Burada isə subyekt dostlar olur. 12-yə baxaq. Bizə nə deyir burada? Morfoloji əlaməti müəyyən edib altından xətt çəkin. Morfoloji əlamət burada yazışmaqda ışdı, yazıldı da isə ıldı. Bunlara əsasən subyektin də olub olmadığını görürük. Deməli, 12-yə baxaq. Mətni oxuyun. Cümlələrin qrammatik əsasını müəyyən edin. Fərqləndirilmiş cümlələrdə hərəkətin obyektini və subyektini müəyyənləşdirin. Gəlin əvvəlcə mətni oxuyaq. Məşhur ixtiraçı Edisonun həyat qapısı çox çətin açılırdı. Qrammatik əsas nədir? Mübtəda və xəbərdir. Gəlin bunların qrammatik əsasını təyin edək. Açılırdı, nə edirdi? Nə edirdi? Məşhur nə açılırdı? Məşhur ixtiraçı Edisonun həyat qapısı. Edisonun həyat qapısı. Deməli, burada hərəkət açılmaqdır və mübtəda da Edisonun həyat qapısıdır. Uşaqlar, burada subyekt yoxdur. Çünki həyat qapısını kimin açdığını bilmirik. Çünki baxın, burada məhsul növdədir hərəkət. Yəni, bu cümlədə subyekt yoxdur. Açılan həyat qapısıdır. Yəni, obyekt həyat qapısıdır. Amma onu açan subyekt məlum deyil. Bunu görən bir tanışı təəccüblə alimdən soruşur. Sənin kimi dahi ixtiraçı bundan yaxşısını düzəldə bilmirdi. Edison cavabında deyir. Məncə qapı dahiyanə düzəldilib. Məsələ burasındadır ki, o su nasosu ilə birləşdirilib. Hər dəfə qapı açılanda çənə 20 litr su vurulur.
Deməli, bunu görən bir tanışı təəccüblə soruşur. Hərəkət burada soruşurdu. Yəni qrammatik əsası. Kim soruşur? Tanışı. Burada qrammatik əsas tanış və soruşur sözləridir. Sənin kimi daha ixtiraçı bundan yaxşını düzəldə bilmirdi. Düzəldə bilmək. Və ixtiraçı da cümlənin qrammatik əsasıdır. Edison cavabında deyir ki, hərəkətdir. Kim? Edison. Edison da burada deməli mübtəda qrammatik əsasdır. Məncə qapı dahiyanə düzəldilib. Nə? Qapı. Burada cümlənin qrammatik əsasları qapı və düzəldilib sözlərdir. Lakin burada da kim tərəfindən düzəldildiyi məlum deyil. Çünki üzərində iş görülən obyekt qapıdır. Amma onun kimin tərəfindən düzəldildiyi məlum deyil. Nə olsa mübtədadır. Mübtəda var, qrammatik əsasdır. Amma kim tərəfindən düzəldildiyi məlum deyil. Məsələ burasındadır ki, o suna sosu ilə birləşdirilib. Nə? O. Burada birləşdirilib hərəkətdir. O isə mübtədadır və cümlənin qrammatik əsasıdır. Deməli, burada o subyektdir, suna sosu isə obyektdir. Hər dəfə qapı açılanda çənə 20 litr su vurulur. Nə vurulur? Su vurulur. Və burada vurulur sözü hərəkətdir. Su mübtəda olsa da, amma kim tərəfindən vurulduğu məlum deyil. Yəni, burada su subyekt kimi çıxış edə bilməz.